Əmirxan, bizə litosfer tavaları hansılardır? Böyük və kiçik litosfer tavaları, onları göstər zəhmət olmasa. Litosfer tavaları iki cürdür, böyük və kiçik. Böyük litosfer tavalarına aid sakit uçan litosfer tavası, Şimali Amerika, Cənubi Amerika, Afrika litosfer tavaları, Hind-Avstraliya litosfer tavası, bir də Avrasiya litosfer tavası. Kiçiklərə aid Həmçinin Antarktida. bir də Antarktida litosfer tavası. Kiçiklərə aiddir Kore, Kokos, Naska, Ərəbistan, Filippin litosfer tavaları. Tunar, bu litosfer tavalarını sən tiplərinə görə ayır. Neçə tipə bölə bilərik? Üç şeyə bölünür. Materik tipli, okean tipli və materik və okean tipli iki cür olur. Üç cür bölünür. Materik tipli litosfer tavasını yalnız Ərəbistan'a aid etmək olar. Kiçiklərdən belə Ərəbistan, aha. Sonra okean tipli litosfer tavasına Filippin, Kore, Kokos, Naska və böyük litosfer tavası olan sakit okean litosfer tavasına aid etmək olar. Qalan yerdə qalan isə Avrasiya, Afrika, Şimali Amerika, Cənubi Amerika, Hind-Avstraliya, Afrika və Antarktida isə həm materik, həm də okean tipli litosfer tavasıdır. Əla. Əmirxan, litosfer tavalarının toqquşmasına biz nə deyirik? Onun toqquşmasında KBC sərhədləri orada da əsasən sayım hansılara aiddir? Yox, indi belə deyək. İki materik tipli tava toqquşarsa buna biz nə sərhədi deyirdik? Konvergent, yəni kolliziya sərhədi. Bəs materik və okean tipli tavalarının toqquşma sərhədinə nə deyirdik? Materik və subduksiya. Bəli, materik və okean tipli tava toqquşursa isə subduksiya zonası idi. Tamamilə doğrudur. İndi bizə ilk öncə zəhmət olmasa materik tipli tavalarının toqquşması haqqında məlumat ver. Materik tipli. Bəli. Materik tipli aid məsələn Afrika ilə Avrasiya litosfer tavalarının toqquşması. Burada Alp, Himalay Bəs Avrasiya ilə təkcə Afrika mı toqquşur? Avrasiya ilə bir də Hind-Avstraliya. Hind-Avstraliya. Bəli, onda belə deyək. Avrasiya ilə Afrika və Hind-Avstraliya litosfer tavalarının toqquşması. Aha, buyur. Burada da Alp Himalay dağ sistemi yaranır. O da Atlas dağlarından gəlib Himalay dağlarına gedir. Aha, bura hansı ərazilər biz aid edə bilərik? Atlas dağları, Himalay, ondan sonra Hindukuş dağları, İran və Elbrus dağları olar və ya Qafqaz dağları, Anadolu yaylasının şimalında Pont, cənubunda Tavr dağları, Alpdır, İberiya, daha doğrusu Pireneya yarımadasındakı dağlardır, Balkan dağlarıdır belə. Bunlar bəli, cavan dağlar olan ərazilərdir. Tamam. Bəs materik və okean tipli tavalarının toqquşması haqqında nə deyə bilərik? Bura aiddir, məsələn, Şimali Amerikadakı Kordilyer dağları, onun qərb yanazları bu hissələri. Necə yaranmışdı Kordilyer dağlarının qərbi? Sakit okean litosfer tavası ilə Şimali Amerikanın toqquşmasından. Əla. Cənubda da Ant dağları var, o da Cənubi Amerika ilə Naska'nın toqquşmasından yaranır. Bəli. Bəs okeanlarda nə yaranırdı materik və okean tipli tavalarının toqquşmasında? Okeanlarda yaranırdı bəzi Adalar qövsü. O da aid ona Yaponiya, ondan sonra Kuril var, Filippin,